Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Bəs bundan sonra kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərə icazə veriləcək? Bu barədə əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. İndiyədək kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin adı kənd təsərrüfatı olsa da, bu ərazilərdə daha çox yaşayış evləri tikilirdi. Lakin yeni qaydalara əsasən bundan sonra hər bir torpaq mülkiyyətçisi qanunvericiliyə uyğun olaraq özünün adına olan torpaq sahəsində müəyyən inşaat işləri apara biləcək. Bundan sonra kənd təsərrüfatı təyinatlı torpaqlarda hər kəs ev tikə bilməyəcək. Çünki yeni qaydalara görə yalnız bu təyinatlı torpaqlarda ferma, ambar, emal müəssisələri və kənd təsərrüfatı işçiləri üçün yaşayış evlərinin tikintisinə icazə veriləcək. Buna görə də həmin torpaq sahələrinin ümumi ərazisi 5 hektardan az olmamalı və ümumi ərazinin 1%-dən çox yer tutmamalıdır. Artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız təsərrüfat işlərinin aparılması üçün zəruri obyektlər, işçilər üçün yaşayış sahələrinin inşasına icazə veriləcək. Bu yenilik isə kənd təsərrüfatı torpaqlarının qorunmasına və onların təyinatı üzrə istifadəsinə yönəlib. Millət vəkili Tahir Rzayev deyir ki, yeni qaydalara əsasən 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən yay və qış otlaqları ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələri sadalanan kateqoriyalar üzrə istifadə edilə biləcək. Qanuna dəyişiklik bir əsas yaradır, imkan yaradır ki, orada müvəqqəti olaraq yaşayış üçün bir ev tikilsin. Digər tərəfdən məhsulun qorunması üçün, saxlanılması üçün şərait yaradılsın. Digər tərəfdən mülkiyyətçi həmin torpaqda su xətti çəkə bilər, orada istixana yarada bilər. Millət vəkili torpaq məcəlləsində edilən bu dəyişikliklərin kənd təsərrüfatı təyinatlı torpaqları istifadəsində səmərəliliyin artırılması və sahibkarların inkişafına yönələn yenilik kimi də dəyərləndirir. İstər bu əsaslı tikinti olsun, istər quraşdırma olsun, istər müvəqqəti yaşayış üçün imkan yaradılsın. Yenə də deyirəm, bu sahibkarın özü üçün, həm də orada işləyən işçilər üçün bir rahatlıqdır. Yeni qaydalar həm də kənd təsərrüfatı torpaqlarını qorumaq, məhsuldarlığı artırmaq və təyinatdan kənar istifadənin qarşısını almaqdır. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.